Salam əziz dostlar, qələbəmizin parkına, yəni Zəfər parkına gəlmişəm. Burada möhtəşəm Zəfər parkımız. Bura Zəfər müzeyidir. Park dediyim kimi normalda ödənişlidir, amma bugün bayram olduğu üçün hər kəsə ödənişsizdir. Ona görə çoxlu insan buranı görməyə gəlib və çox sıxılıqdır. Müzeyə girmək üçün hər kəs öz növbəsini gözləyir. İnşallah nəsib olsa biz oraya girib baxacağıq. Dostlar, belə sıxlıqda sıramızı gözləyirik ki, Zəfər müzeyinə girək. Bu arada bu sütunlar haqqında danışıram. Burada 44 tane sütun var. Bu 44 sütun 44 günlük müharibəmizin simvoludur. Hər sütun bir günü göstərir. Biz de inşallah sıramızı gözləyirik ki, müzeyə girib baxaq. Bir saat yarım sırada gözlədik və axırda müzeyə girmək üzrəyik. Zəfər müzeyinin girişində belə bir mənzərə bizi qarşılayır. Burada şəhidlərimizin adları qeyd olunub divar boyunca. Allah bu şəhidlərimizə rəhmət eləsin, qazilərimizə acil şəfalar versin, ailələrinə səbir versin. Artıq Zəfər müzeyinin içərisinə girdim. Az görək. Belə bir maraqlı kitab var. Açdıqca elektron olaraq şəkillər gəlir, məlumat verilir. Bəli, bəli. Bu da sırf Şuşanın maketidir. Şuşa şəhərini təsvir edir. Şuşamızın simvolu olan möhtəşəm podiumun maketi var burada. Dostlar, Altı Zəfər müzeyini gəzdik, qurtardıq. Möhtəşəm bir muzeydir. Tariximizin canlı kitabəsidir. İllər sonra, əsrlər sonra gənclərimiz, bu dövrdə yaşayan insanlar bu dövrün qəhrəmanlığını buradan gəlib görəcəklər, biləcəklər. Dostlar, Zəfər parkında gördüyünüz bu 8 rəqəmi Zəfərimizin simvollarından biridir. 8 noyabrda Şuşa işğaldan azad olunur və 44 günlük müharibə qələbəmizlə bitir. Zəfər parkındakı 8 də onu göstərir. Dostlar, Zəfər parkında və Zəfər müzeyini gəzdim və sonunda çox yoruldum. Yorulma da dəydi. Sonra onu qeyd edim ki, belə bir parkın, müzeyin tikilməsi gələcəyimiz üçün çox önəmlidir. Biz belə şeylərlə tariximizi gələcəyimizə çatdırırıq. Bir əsr sonra, 2 əsr sonra yaşayan Azərbaycanlılar qəhrəman övladlarımız haqqında bilgili olacaqlar, bilikli olacaqlar. Onların qəhrəmanlıqlarına böyüyəcəklər.